Salam yoldaşlar. Bugünkü mövzumuz məxrəcləri müxtəlif olan kəsrlərin müqayisəsidir. Əgər uşaqlar mövzunu başa düşüb, xoşunuza gəldisə, abunə olmağı və bəyənməyi unutmayaq. Başlayaq dərsimizə. Müqayisə və sıralama. Uşaqların müqayisə nədir? Müqayisə, yəni müqayisə edirəm, fərqləndirirəm. Deyirəm, bu böyüdür, bu kiçikdir. Və yaxud da bu kiçikdir, bu böyüdür. Müqayisə edirəm bir-birinə. Sıralama nədir? Yəni biz bunu sıralayırıq. Kiçikdən böyüyə doğru və yaxud da böyüdən kiçiyə doğru. Baxın uşaqlar, məsələn, idman dərslərində siz sıranla düzürlər, düzdürmü? Boy sırasına görə düzürlər, kiçikdən böyüyə doğru düzürlər. Və yaxud da ki, partada sıranla düzəndə çalışırıq ki, qabaq sırada kiçikləri əyləşdirək. Sıralayırıq, sıranla düzürük. Bu bizdə müqayisə və sıralamadır. Başlayaq. Məsələn, mənə deyir ki, 2 dənə kəsri verilmişdir. 3,2-də bir kəsri. Və mənə deyir ki, 2-də 7, 9 kəsri verilib. Mənə deyir ki, bunları müqayisə edə. Uşaqlar, bu formada olanda mən müqayisə edə bilmirəm. Birinci, hər ikisini, bu bilirəm ki, necə ədəddir? Qarışıq. Bu necə ədəddir? Düzgün olmayan. Ya hər ikisini çevirirəm düzgün olmayan kəsrə və yaxud da hər ikisini çevirirəm qarışıq ədədə. Deyirəm ki, necə çevirə bilərəm? İkisini də çevirirəm qarışıq ədədə. Bu onsuz da qarışıq ədəddir. Bu birisini çevirmək üçün qarışıq ədədə demişdik 9-u bölürük 2-yə. 9-un da içində 2 4 dəfə tam yerləşir, 8 1 qalır. Deməli bu nəyə bərabərdir? 4 tamı birinci yazırdıq. Məxrəc olduğu kimi qalırdı. Keçən dərsimizdə izah eləmişəm. Qalıq sürətə yazılırdı. Bura kimi problem yoxdur uşaqlar. Deməli, yəni bunu silim. Ədədlərimiz hansı ədədlərmiş? Birinci ədədim 3,2-də 1, ikinci ədədim 4,2-də 1. Mənə deyir ki, bunları müqayisə elə. Uşaqlar, bunları müqayisə eləyəndə birinci tamlarına baxıram. Hansının tamı daha böyüdürsə, o daha böyüdür. Təbii ki, 3 tam, bir var 4 dənə verəsən. Əlbəttə 4 dənə alma verilsə, daha çox verilmiş olur. Kəsr hissələrə heç baxmıram. 4 dənə burada daha böyük olacaq. Bu formada təyin olunur. Keçirəm ardına. Başqa bir nümunə üzərində də deyim. Məsələn, mənə verilib 3,5-də 1. Bir dənə də verilmişdir 5-də 17. Mənə deyir ki, bunları müqayisə elə. Yenə də hər ikisini qarışıq ədədə çevirirəm. Deyirəm ki, 17-yi bölən 5-ə. Deyirəm ki, görəsən qarışıq ədəd formasında necə olacaq? İçində 2 dəfə yerləşir, 3 dəfə yerləşir. Deməli, bu bərabərdir nəyə? Bunu olduğu kimi yazdım. Bu 3 tam məxrəc olduğu kimi 5-də qalıb nədirsə sürətə yazır. 5-də 2. Bura kimi aydındır uşaqlar. Bura kimi problem yoxdursa əla. Birinci tamlara baxıram. Hansının tamı daha böyüdür? 3 tam, 3 tam. Hə, eyni. Keçirəm uşaqlar. Məxrəclər eynidirsə, müqayisə asandır. Baxın, mən bayaqdan yazdıqlarım məxrəcləri eyni olan, bayaq məxrəcləri 2 olan idi. İndi də 5 olan. Hələlik eyni yazıram. Birazı amma məxrəci müxtəlif olan yazıram. Məxrəclər eynidirsə, yadımızda saxlayaq. Surəti böyük olan kəsir daha böyüdür. Səbəb niyə? Yəni, bu daha böyüdür. Səbəb niyə? Var, uşaqlar, tamlar onsuz da sən də 3 dənə vermişsən, yoldaşın da 3 dənə verib. Düzdürmü? Tamlar eyni. Deyirəm ki, sən bir dənə dilim vermişsən mənə. Bu birisi yoldaşın 2 dənə dilim verib, 5 yerə bölüb 2'sini verib. Səncə hansı daha böyüdür? Əlbəttə ki, 2 dilim verən daha böyüdür. Deməli, bu ifadə bu birisi ifadədən daha böyük olacaq. Aydındır uşaqlar. Oxunuşu hansı formadadır? 3,5-də 1. 2 yarada bilirsinizsə, oxunuşu oxuyanda buradan bura. 3,5-də 1 kiçikdir. Oxunucu kiçik olana tərəf. 3,5-də 2-dən. Aydındır uşaqlar. Problem yoxdur burada. Bu formada təyin olunur. Bura kimi aydındırsa, kiçik məxrəclərin müxtəlif olan kəsrlərin müqayisəsinə. Məsələn, mənə deyir
deyir ki, 3-2 qədər almam var. Bu birisi də deyir ki, müəlliməyə verdim 4-5 qədər alma. Deyirəm ki, görəsə hansı çox verdi. Bunun üçün uşaqlar birinci qayda. Bunları eyni bir məxrəcə gətirməliyim. Çünki uşaqlar bunlar eyni qədər kəsilməyib. Bax birini bölüb 3 yerə, 3 yerə böləndə dilim daha böyük olur, düzdürmü? O birisi bölüb 4 yerə. Biri verib 3 dilim, biri verib 2 dilim. Bunlar dilimin ölçüsü böyüdü deyə müəyyənləşdirə bilmirəm ki, hansı çox verib. Onda birinci eyni bir məxrəcə gətirirəm. 3-dən 4-ə. Uşaqlar 3-lə 4-ün ikisinin də gələ bildiyi ədəd. Gətirmək üçün, məsələn, 3-ü nəyə gətirə bilirik? 6-ya 2-yə vuranda, düzdürmü? Vurub gətirik. 9-a 3-ə vuranda, düzdürmü? 12-yə, düzdürmü uşaqlar? 4-ü nəyə gətirə bilirəm? 4-ə, 8-ə, vuruqlarını deyirəm ha, bölünənlərin yəni. 8-ə, 12-yə nöqtə-nöqtə bu formada gətirirdi, düzdürmü? Deməli uşaqlar, ikisinin də gələ bildiyi ədəd, ikisinin də bölünəni nə idi? Deyin görün mənə. Əçobu, ən kiçik ortaq bölünəni tapmalıyıq burada. Yəni 3-ü də 4-ü də gətirə bildiyim ədəd. Əçob tapmalıyam. Əçobu tapmaq qaydası keçən səfər izah eləmişdim. Yazırdınız 3-ü gətirə bilirəm. 3-ə 6, 9, 12, 15 lazım olsa yenə də artırın. 4-ü gətirə bilirəm. 4, 8, 2-yə vuranda 8, 3-ə vuranda 12, 4-ə vuranda 16. Lazım olsa ardını da yazın. Deyirəm, hə, ikisində də ortaq varmı? Ortaq olan ən kiçik ədəd, 12-dən kiçik eyni olan var? Yox, yoxdur. Ən kiçik ədəd 12. Deməli, ikisini də 12-yə getirmək olur. Aydındır uşaqlar. Deməli, eyni məxrəci gətirmək üçün birinci nə qalmalısınız? Əçob təyin eləməlisiniz. Bura kimi problem yoxdur uşaqlar. Əçobu təyin elədim. Keçirəm ikinci. Tamamlayıcı vuruğu tapıram. Deyirəm ki, 3-ü mən nəyə gətirirdim? 12-yə. 12-yə gətirmək üçün nəyə vurmalıyam? 4-ə. Uşaqlar, bax nəyə vururamsa, buna deyilir tamamlayıcı vuruq. Və uşaqlar, tamamlayıcı vuruğa vuranda həm məxrəci, həm sürəti vururuq. Birini vurub, o birisini saxlamırıq. İkisini də eyni vaxtda vururuq. Deyirəm, bəs 4-ü 12-yə gətirmək üçün nəyə vurmalıyım? Məxrəclə işləyirəm, ha? Məxrəci eyniləşdirirəm 12-yə. 4-ü 12-yə gətirmək üçün nəyə vurmalıyım? 3-ə. Deməli, bunun tamamlayıcısı 3. Bura kimi aydındır. Birinci əçobu tapdıq. İkinci tamamlayıcını tapdıq. Üçüncü, eyni məxrəci gəlir. Mənim istədiyim olur. Bax, buradan yazıram uşaqlar, bu silmək istəmirəm deyə. Sürətlə məxrəcdə vururam 4-ə. 2-yi vuranda 4-ə 8. 3-ü vuranda 4-ə 12. 3-ü vuranda 3-ə 9. 4-ü vuranda 3-ə 12. Aha, eyni məxrəc oldu mu uşaqlar? Biz bir sizinlə eyni məxrəci olan kəsirlərin müqayisəsini dedik. Dedik ki, surəti böyük olan böyüdür. Səbəb niyə? Deyirəm ki, tortu bölümsən 12 yerə. Eyni ölçülü tortlarda. 8-dən versin, çox verərsən. 9-dan versin, çox verərsən. Təbii ki, 9 dənə. Məxrəcə eyni olandan sonra sırazı görürəm ki, bu daha böyük kəsirdir. Aydındır uşaqlar. Başqa bir nümunə üzərində də izah edəcəm, narahat olmayın. Bir də qaydanı deyim. Birinci, eyni bir məxrəci gətirməliyik. Gətirmək üçün əçobu tapıram. Məxrəcənin əçobu. Tamamlayıcı vuruq tapıram. Eyni məxrəci gətirirəm, müqayisə edirəm. Aydındır uşaqlar. Və uşaqlar, qayda dəftərinizdə də kitabda daha yaxşı formada verib qaydanı. Təbii ki, mən dediyimdən də bəlkə də yaxşı formada verilib. Kitabdakı formanı köçürdün. Amma mənimsəyəndən sonra köçürdün. Yaxşı mı? Əzbərləyib köçürtməyin. Əzbərləyib köçürdəcəksə heç köçürtməyin. Onsuz da faydası olmayacaq. Yaxşı. Keçək ardına. Məsələn, başqa bir sual üzərindən deyim. Biraz çətinləşdirəcəm uşaqlar.
Aha. Mənə deyir ki, bunları müqayisə elə. Birinci, qarışıq ədəd. İkinci, düzgün olmayan sürət böyüdür. Onda uşaqlar ikisində qarışıq ədədə çevirirəm. Təbii ki. Çünki tamı görün, bəlkə elə bunun tamı daha böyüdür. Birinci tamları müqayisə elə. Hansı əlbəttə ki, tam böyüdürsə, kəsir mən nə deyirəm ki, xırda para tutaq ki, dilim vermirsən. O lazım deyil. Əlbəttə ki, tam tort daha böyük olacaq, düzdürmü? Birinci tamını tapıram. Görün, bu nə kəsiri deyə mənə verib. 13-ü bölürəm 5-ə. 2 dəfə yerləşir, düzdürmü uşaqlar? 10, qaldı 3. Bura kimi problem yoxdur. Yəni, 2 tam məxrəc olduğu kimi qalıb 3. Aydındır bu isə? Yəni, bu kəsiri qəşəcə yazıram. 2 tam 3-də 2 bu oldu. 2 tam 5-də 3 bu oldu. Bura kimi aydındırsa əla. Keçirəm ardına. Deyirəm, hə, tamları hansının böyüdür? Uşaqlar, tamlar eynidir. Deməli, hələlik bunlar bərabərdir. Keçirəm kəsirlərin müqayisəsinə. 3-də 2, 5-də 3. Məxrəcin müxtəlifdir. Müqayisə edə bilmirəm. Eyni bir məxrəci gətirirəm. 3 ilə 5. İkisi də nəyə gələ bilir uşaqlar? Əkobu nədir? Düzdür 15. Səbəb niyə uşaqlar? Demişdik ki, yadınızdadırsa, 3-dən 5 ədədi qarşılıqlı sadə ədəddir. Düzdürmü? Deməli, bunların ikisi də gələ bildiyi ədəd nədir? 15. 3-ü və yaxud da yazın da. 3-ün vurğuları hansılardır? Gəl bir dəfə yazım. 3, 6, 9, 12, 15. 5-in 5, 10, 15, 20. Aha, görürəm 15 eyni. Deməli 15-i gətirəcəm. Bu aydındır. Məxrəci 15-i gətirmək üçün deyirəm tamamlayıcısı nədir? 3-ü mən nəyə vurmalıyam? 5-ə. Məxrəci 15-i gətirmək üçün 5-i nəyə vurmalıyam? 3-ə. Problem yoxdur. Keçirəm ardına. Buradan yazıram. 2 tam. Sürətdə məxrəcidə vururam. 10-da bura 2 vurursun 5, 10. 15. 15'də 10. Bu birisi 2 tam. 3'ə vururam. 15, 9. 15'də 9 formasında təyin olundu. Bura kimi aydın? Hə, bunu da yazandan sonra deyirəm ki, hansı daha böyüdür? 10 dənə 9 dənədən daha böyüdür. Çox, qurtardı. Aydındır uşaqlar. Bir daha deyirəm, məxrəclər müxtəlifdirsə, birinci eyni bir məxrəci gətirirsiniz, sonra uşaqlar bunları müqayisə edirsiniz. Aydındır tam? Çox, bu formada təyin olunur. Keçək mövzunun ardına suallarına baxaq. Görək hansı formada suallarımız verilib. Aha, məxrəcə müxtəlif olan kəsirlərin müqayisəsi. Misal 1. Uşaqlar, mən hətta sizə bugün mən 3 dənə mövzunu birdən keçdim. Yəni, məxrəcə müxtəlif olan həm kəsiri keçdim, həm bunun daxil olan, bura daxil olan qarşıq ədədlərin müqayisəsini keçdim. Həm də qarşıq ədəddən düzgün olmayan kəsirin üçünü də keçdim. Aha, 3 mövzunun 3'ü də bunun içərisinə daxildir. Yaxşı mı? Yaxşı. Keçək ardına. Bunların hamısının sualını birdən-birə izah edəcəm. Səhifə 43, hətta. Yazaq. Səhifə 44, 45. Bunların hər biri buna daxildir. 44, 45. Bunların hamısı daxil olmalı. Başlayaq sualımıza. Səhifə 44. Suallar buradan başlayır. Birinci sualda mənə deyir. 8'də 3 böyüdü, yoxsa 4'də 1? Uşaqlar birinci nə ayıracaqda eyni məxrəc. 8 ilə 4 ikisi də nəyə gələ bilir? 4'ü 2'yə vursam 8'ə düzdürmü uşaqlar? Deməli, deyirəm ki, bunu 2'yə vurum. 8'də 3'ünə işim yoxdur. 2'yə vuranda 8'də 2 elədim. 8'də 3 böyüdü, 8'də 2. 3 daha böyüdür. Aydındır uşaqlar? Bir dənə də nümunə üzərindən izah edeyim. 15'də 7 və 5'də 2. Uşaqlar, 5
Sıraz 15-ə gələ bilən ədəddir. Düzdür? 3-ə vursam, bir digərinə gəlirsə, elə mən daha böyük ədəd axtarmıram. 3-ə vursam, sıraz ikisi də 15-ə gəlir. Deyirəm, sürətlə məxrəcdə vur 3-ə. Bu birisi ilə işim yoxdur, onsuz da bu olduğu kimi qalır. 3-ə vururam. 6, 15. Hansı daha böyükdür? 7 daha böyükdür. Aydındır uşaqlar? Növbəti 4-də 1, 16-da 5. 4-də 1, 16-da 5. İkisi də 16-ya gələ bilir. 4-ü vuranda 4-ə 16 edir. Aha, 4-ə vursam 16-da 4, 16-da 5. Hansı böyükdür? 5 4-dən böyükdür. Aydındır uşaqlar? Problem yoxdur bu hissədə. Növbəti suallarda özünüz yazırsınız. Yox, burada məxrəci müxtəlif olan aşağı hissədə birin 1-2 dənəsini də izah edeyim. Çünki aşağı hissədə bir digərinə gələn deyil. İzah eləsəm yaxşı olar. 2-də 1 və 5-də 2. Və 1 və 5-də 2. Aha, 2 ilə 5. 2-ni gətirə bildiyim. 2, 4, 6, 8, 10. 5-i gətirə bildiyim. 5, 10, 15. İkisi də 10-a gələ bilir. Düzdürmü uşaqlar? 10-a gətirmək üçün nəyə vurmalısınız? Tamamlayıcı vuruq. 5-ə. 10-a gətirmək üçün məxrəclə işləyin. Nəyə vurmalısınız? 2-yə. Burada problem yoxdur. 5-ə vuraq. Elədir 10-da 5. 2-yə vuraq. Elədir 10-da 4. 5 4-dən böyük bir ədəddir. Aydındır uşaqlar? Bir dənəsini də deyim. 3-də 7 ilə 4-də 5 haqqında. Üstdə 7 və 4-də 5. 3-dən 4-ün eyni məxrəci nədir uşaqlar? 12. 4-ə vuranda 3-ə vuranda eləyir. Düzdürmü 12? Sürətlə məxrəcdə 4-ə vururam. 28 bölünsün 12. 3-ə vururam. 15 bölünsün 12. 28 15-dən böyük ədəddir. Bu aydın uşaqlar. Keçirik ardına ikinci suala. Baxaq görək ikinci sualda nə deyir bizə? İkinci sualda deyir ki, 4-də 3 və 5-də 2. 4 nə? 5. İkisi də nəyə gələ bilir uşaqlar? Ən kiçik ədəd. 20-yə gələ bilir. Yazın, yoxlayın. 4 nəyə gələ bilir? 4, 8, 12, 16, 20. Düzdürmü? Nöqtə-nöqtə davam edə bilərsiniz. 5 nəyə gələ bilir? 5, 10, 15, 20, 25. İkisində də nə var? 20. Deməli, ikisi də 20-yə gələ bilən ədəddir. 20-yə gətirmək üçün tamamlayıcı nədir? 5-ə vurmalıyam. 20-yə gətirmək üçün nəyə vurmalıyam? 4-ə vurmalıyam. Bura kimi aydındır uşaqlar. Sürətli məxrəcdə vururam 5-ə. Vuranda 15. Vuranda 20. Vururam 4-ə. 8, 20. 20-də 8. Hansı daha böyük ədəddir? Təbii ki, 15 8-dən daha böyük ədəddir. Aydındır bu uşaqlar. Yoldaşlar, Instagram kanalımıza qoşulub, orada da məntiq suallarını işləyə bilərsiniz. Və orada izahlarını da verirəm məntiq sualların. Qoşulub daha da çox fayda əldə edə bilərsiniz. Instagram səhifəmizin adı Emine Cənnətli Riyaziyyat. Hər birinin arasında alt xətt var. Aydındır uşaqlar. Emine, gəlin buradan yazım. Və qeydiyyatımı aparım. Görək. Emine, hətta böyüklə olmalıdır. Alt xətt riyaziyyat. Riyaziyyat məntiq də olmalıdır yanında. Aydındır uşaqlar, yazan kimi çıxacaq. Başlayaq növbəti suala. Növbəti sualımız. Bizə
nə deyir? Verilib 10'da 13. Bir de verilmiştir 15'te 8. Uşaqlar, bu kəsir necə kəsirdi? Düzgün. Bu kəsir necə kəsirdi? Düzgün olmuyor. Bunu çevirirəm qarşı qədədə. 13 böləndə 10'a. Neçə eləyir? Uşaqlar. 1 tam yerləşir, qalır 3. Düzdürmü? Yəni 1 tam 10'da 3 yaza bilərəm. Bu nədir? 15'te 8. Uşaqlar, bu qabağında heç bir ədəd yoxdursa 0 tamı bildirir. Amma 0 tam yazmırıq deyə görsənmir. Sizsə bir dənə alma böyüdü, yoxsa 0 dənə? Bir dənə. Kəsir heç müqayisə eləmirəm. Kəsir hissəsi nə olur olsun. Aydındır uşaqlar. Keçirəm növbətiyə. Məsələn verilib 16'da 9 ədədi ilə 16'da 9 ədədi ilə 20'də 11. Deyir ki, müqayisə elə. 16'nı gətirə bildiyim ədədlər. Bir yazıram. 16. 2'yə vuranda 32. Düzdürmü? 3'ə vuranda eləyir bizdə 48. 4'ə vuranda 64. 5'ə vuranda eləyir 80. 20'yi gətirə bildiyim ədədlər. 20, 40, 60, 80, 100. İkisində də ortaq nə görürsünüz? Aha, əla. 80. Qurtardı. Problem yoxdur uşaqlar. 80 almaq üçün 16'yı mən nəyə vurdum? 5'ə. Tamamlayıcı 5 sırası avtomatik yazıram. 80'i gətirmək üçün 20'yi nəyə vurduq? 4'ə. Sürətlə məxrəcdə vururam 5'ə. Burada yazıram uşaqlar. 5'ə vuranda eləyir 45 bölünsün 80. 4'ə vuranda 44 bölünsün 80. Hansı daha böyüdü? 44 yoxsa 45? 45. Все. Qurtardı. Aydındır uşaqlar bu. Problem yoxdur heç kimdə. Bu formada təyin olunur. Keçirəm növbətiyə. Bir dənə də ikinci suala aid bir dənə də nümunə işləyəcəm. Sonra keçəcəm ardına. Verilib bizə nə? Deyir ki 45'də 14, 30'da 17. Uşaqlar, mən hamısını işləməməkdə səbəbim nədir? Lap hamısını da işləyərəm, problem yoxdur. Amma siz özünüz işləməlisiniz. Mənim işləməyimlə sizin öyrənməyiniz biraz zəif olacaq. Yəni qulaq as. Siz eləyəcəkdə qulaq asmaq bir fənni deyil. Yəni müəyyən qədər qulaq asmaqsan, özün tətbiq eləməlisən. Yoxsa özün tətbiq eləməsin, mən olmayım. Qarşında hansı müəllim olur olsun, yəni tam bir müəllimsəmə əldə eləməyəcəksən. Mütləq şəkildə özün tətbiq edib, səhv də yazmalısan. Düz də yazmalısan, başa düşməlisən. Yəni səhv yazılsa problem olmur. Amma onu düzəltməlisən də bir dənə də şey deyim. Yaxşı, keçək ardına. Mənə deyil müqayisə elə. 45'ə gələ bildiyi ədədlər biraz aşağıdan yazım ki, görək. 45, 2'yə vuranda 90. Ardı lazım olsa yazacağım. 30, 60, 90. Aha, ikisində nə var? 90. 90'a gətirmək üçün neçəyə vurdum? 2'yə. Neçəyə vurdum? 3'ə. Sürətdə məxrəcdə 2'yə vururam. 28 bölünsün 90. 3'ə vururam. 51 bölünsün 90. Hansı daha böyüdü? 51 daha böyüdü. Keçirik növbəti üçüncüyə. Üçüncü sualda bizə nə deyir? Deyir ki, dairədəki kəsri verilən kəsirlərin hər biri ilə müqayisə edin. Tamam, problem yoxdur. Mən B variantını yazım uşaqlar. A variantı lap asandır, C variantı biraz daha çətindir. Mən orta olanı yazım ki, siz başa düşün. Deyir ki, 6'da 5'i hamısı ilə müqayisə elə. Yəni 6'da 5'i 3'də 2 ilə müqayisə elə. Birinci addım. 6'na 3 eyni məxrəc.
6 üstə gələ bilər. 2-yə vurdum. Problem yoxdur. Aydındır. Keçdim. Növbəti nə verib? Gəl, bunu da yazım elə birbaşa sonra siləcəm. Çünki yerim azdır uşaqlar. Yenə bir yerim yoxdur mənim. 12-də 13. 6 ilə 12. 6-nı 2-yə vuranda 12-yə gəlir. Hansı daha böyüdür? 13 ondan daha böyüdür. Problem yoxdur uşaqlar. Bu formada təyin olunur. Qurtardı. Uşaqlar, bəyəndinizsə bəyənməyi, abunə olmağı unutmayaq. Keçdim. 6-da 5-i 15-də 11 ilə müqayisə edirəm. Hı -hı. 15-də 11 ilə müqayisə edək. 6-nın gələ bildiyi ədədlər. 2-yə vuranda 12, 3-ə vuranda 18, 4-ə vuranda 24, 5-ə vuranda 30. Lazım olsa ardını yazacağım. 15, 1-ə vuranda 15, 2-yə vuranda 30. Aha, siyah. 30-a gətirmək üçün nəyə vurdum? 5-ə. 30-a gətirmək üçün nəyə vurdum? 2-yə. Deməli, sürətdə məxrəcdə vururam 5-ə, 25 bölünsün 30. 2-yə vururam 22 bölünsün 30. Siyah, qurtardı. Bu formada təyin edirəm. Aydın uşaqlar. Keçirək ardına. 10-da 7 ilə müqayisə edirəm. 6-da 5-i. Altıda 5'i, 10'da 7 ilə. 6 ilə 10. Uşaqlar, baxın, nə qədər çox işləsəz, əliniz vərdiş edəcək. Mən məsələn bunu yazmaya bilərəm. Sıraz bilirəm ki, 30'dur. Niyə bilirəm? Vərdiş eləmişəm. Çox işləmişəm deyə bilirəm. Yoxsa mən də bilməyəcəkdim uşaqlar. Əlbəttə ki. Düzdür? Yox, heç bunu yazmamama gərək olmayacaqdı. Vururam 5'ə, vururam 3'ə. 5'ə vuranda 25 bölünsün 30. 3'ə vuranda 21 bölünsün 30. Yox, bu daha böyükdür. Aydındır uşaqlar, problem yoxdur. Keçdim 4-cüyə. Hesablayın və müqayisə edin. Gəlin hesablayaq və müqayisə edin. Aha. Qarşı qədərlərin müqayisəsi. Aha. Verilib 10'da 3. Pelos 10'da 1. Və deyir ki, bunun cəmini birinci uşaqla hesablayın. Məxrəc eynidirsə, 10 yerə böldünüz tortu. 3 dilim sən verdin, 1 dilim də yoldaşın verdi. Cəmi 4 dilim verdiniz. Deməli, 10'da 4 qədər vermişsiniz. Mənə deyir ki, 10'da 4 ilə 15'də 7'ni müqayisə elə. Yox, mənə bunu deyir. Qurtardı. 10'u gətirə bildiyim ədədlər. 10, 20, 30, 40, 50, 60, 70, 80. Ardını yaza bilərik. 15'i gətirə bildiyim ədədlər. 15, 30, 45, 60. Aha, 30. 3'ə vururam. 2'yə vururam. 3'ə vuranda 12 bölünsün 30. 2'ye vuranda 14 bölünsün 30. Bu daha böyük ədəddir. Aydın uşaqlar. Problem yoxdur heç kimdə. Qurtardı uşaqlar. Keçirik qarşı qədərlərin müqayisəsinə aid olan suala. Yəni 5-ci suala. Yerdə qalan bəndləri siz özünüz işləyin uşaqlar. Yəni hətta mövzunun adını da yazım. Qarşı qədərlərin müqayisəsi yazım ki, görək.
Aha. Verildi bizdə qarşı ədədlərin müqayisəsi. Sual 5'e baxıram. Birinci bəndinə. 2 tam 8'e 3 böyüdür, yoxsa 1 tam 6'da 5? Uşaqlar, birinci baxıram ki, bunlar düzgün kəsirdirmi? Bəli, düzgün. Bəli, düzgün. Birinci tamlarına baxıram. 2 tam böyüdür. Uşaqlar, düzgün olmasaydı, birinci düzgün kəsirə mütləq şəkildə çevirəcəkdim. Aha. Deyirəm ki, 2 tam böyüdür, 1 tam. 2 tam. Yox, uşaqlar, heç kəsirləri müqayisə edəmirəm. Deyirəm ki, bu kəsir daha böyükdür. Aydındır uşaqlar. Tamı böyük olan kəsir daha böyük hesab olunur. Keçirəm ardına. Verilib. 5 tam 2'də 1, 4 tam 5'də 2. Hansı böyükdür? 5 tam düz. 1 tam 6'da 1, 1 tam 5'də 2. Hansı böyükdür? Burada tamlar eynidir. Aha, kəsirləri müqayisə edəcəm. 1 tam 6'da 1, 1 tam 5'də 2. Tam eynidirsə 5 ilə 6'nın ortaq məxrəci 30'a gələ bilər. 30'a gətirmək üçün vururam 5'ə, 30'a gətirmək üçün vururam 6'ya. 1 tam 30'da 5, 1 tam 30'da 12. Hansı daha böyüdür? 12 daha böyüdür. Aydındır uşaqlar. Qalan bəndləri 12 ilə 10 ortaq məxrəci gətirirsiniz. 4 ilə 5 ortaq məxrəci gətirirsiniz. Özünüz yazırsınız. Yaxşı uşaqlar. Keçirəm. Qarışıq ədədin düzgün olmayan kəsirlər müqayisəsi. Qarışıq ədədin düzgün olmayan kəsirlər müqayisəsi. Aha, müqayisə. Verilib bizdə nə? Bir də uşaqlar gözləyin. Vərəq biraz çevrildi. Aha. 6-cı suala baxıram. Altda bizə nə deyir? Verilib 2 tam 3'də 2. Verilib 5'də 12. Uşaqlar, birinci dediyinə qayırın. Hər ikisini qarşı ədədi çevirin. 12'ni bölünən 5'ə. Yerləşin 3 dəfə, 2 dəfə. Qalıb 2. Yəni 2 tam 5'də 2. Məxrəc olduğu kimi qalırdı. Verilib bu birisi tərəfdə də 2 tam 3'də 2. Mənə deyir, hansı daha böyüdür? Birinci ortaq məxrəci gətirirəm. Uşaqlar, bax, bunu mən hətta ortaq məxrəci gətirməsəm də olar. Bax, gətirib də işləyə bilərsinizsə, problem yoxdur. Səbəb niyə? Bax, surətlər eynidir. Surətləri eynidirsə də qayda var bizdə. Surətlər eynidirsə uşaqlar, məxrəci kiçik olan daha böyüdür. Yəni, məxrəci kiçikdirsə böyüdür. Səbəb niyə uşaqlar? Bir var, tortu 3 yerə böləsən. Bax. 3 yerə böləsən. Bir var 5 yerə böləsən. Bir var bundan verəsən 2 dilim. Bax, belə bir yer. Bir var belə verəsən 2 dilim. Hansında daha çox verirsən? Təbii ki, burada dilimlər daha böyüdür deyə 3 yerə bölündüyündə. Təbii ki, bunun 2 dənəsi daha çox olacaq. Deməli, 3 yerə böldüyündə dilim daha böyük olacaq. Aydındır uşaqlar. Bax, 3 ilə 5'i bir daha deyirəm. 15'e gətirib işləyə də bilərdiniz, problem yoxdur. Amma gətirməsəsə olur. Aydındır. Keçirəm ardına. 6'da 21 ilə 3 tam 2'də 1. Altıda 21 ilə 3 tam 2'də 1 verilib bizə.
21-i bölünəm 6-ya edir 3 dəfə. Qalır neçə? 3. 3-də yazım sürət. 2 ilə 6 üçün eyni gəldi yadda hansıdır? 6. 3-ə gəlib vururam. Tamamlayıcısı 3'dür. Aha, uşaqlar, hər şey eyni. Tam eyni, məxrəc eyni, sürət eyni. Deməli, bir-birinə bərabər imiş. Aydın oldu uşaqlar. Yəni, ekvivalent kəsirlər imiş. Qarışıq ədədlər imiş. Bir dənəsini də buna aid nümunə göstərim. Sonra keçək ardına. Verilib. 4 tam 5'də 3 ilə 5'də 16. 5'də 16. 16'ya bölünən 5'ə. Neçə tam yerləşir? 3 tam yerləşirmi? 3 tam 5'də hətta qalıq 1 qalır. 4 tam 5'də 3 hansı böyüdür? 4 tam. Yazdım qurtardı. Aydın uşaqlar, problem yoxdur. Buna aid bir dənəsində nümunə verim uşaqlar. Verilib bizə 2 ilə 9'da 18. 18'i 9'a böləndə neçə edir? 2. 2 2'yə bərabərdirmi? 2. Aydın uşaqlar bu mövzu. Birinci düzgün olmayanı qarşı ədədə çevirin. Tamlar hansı böyüdürsə o daha böyüdür. Tamlar bir-birinə bərabərdirsə kəsr hissələrə baxın. Eyni məxrəci gətirib sürəti daha böyük olan kəsir daha böyük hesab olunur. Aydın uşaqlar. Sağ olun yoldaşlar. Növbəti dərsimizdə görüşərik. Sağ olun.